Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiniz qızlar? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Vloqa keçməmişdən əvvəl sizdən bir xahişim olacaq. Əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün çox önəmlidir. İndi isə öz-özə bir çay süzün ya da ki kofe, həmişəki kimi əyləşin ekran qarşısına. Hər birinizə xoş izləmələr. Bu vlog biraz qarışıq olacaq. Həm 1-2 gün ərzində çəkdiyim videolardan ibarət olacaq, həm də ki daha əvvəlcədən və sizə də göstərmək istədiyim kosmetik vasitələri aldığım qargo açılımı videolarını da bura əlavə eləyəcəm. Çünki gözlə artıq gözləməkdən bağrım çartladı. Sephora sifarişim hələ gəlib çıxmayıb. Drunidən sifarişim gəldi. Shein-dən sifarişim gəldi. Trendyoldan aldıqlarım gəldi. Amma hələ də bu Sephora gəlib çıxmadı. Hətta ardıca Instaladırdan da sifariş vurmuşam. Onun da gəlməyi var. Ona görə elə qərara gəldim ki, vlogların içərisində hər birini göstərim ayrı-ayrılıqda. Çünki bir video şəklində onları paylaşmaq biraz uzun olacağı üçün artıq dözə bilmədim və sizlərlə də paylaşacağım ki, belə qızlar, bu vlog biraz qarışıq olacaq. Bir hissəsini indi açıram. Digərlərində hardasa 2-3 həftəyə gəlməlidir. Bəzi sifarişlərim var. Həm Shein-dən sifarişlərim var, həm də ki Sephora-dan. Hər biri kosmetik vasitələrdir. Ona görə də hamısını bir videoda açıb sizlərlə paylaşacağım. Hələ ki əlimdə bunlardır. Bunları qutu şəklində getdiyim yerə aparmaq istəmədiyim üçün istəyirəm elə burada açım, yığım bir qaba. Digərlərində nə vaxt gələrlər onu da açaram. Başlayaq buradan. Bu bağlamanı Trendyoldan almışam. Flormar'ın rəsmi səhifəsindən. Bu qədər kiçik gələcəklərini təsəvvür eləmirdim. 2 ədəd tuş götürmüşəm. Biri Handa Erçəlin reklam elədiyi belə bir tuşdur. Aplikatoruna baxmaq üçün açacağım hər birini. Daha öncə Flormar'ın tuşlarını heç çox sınamamışam. Son vaxtlarda ən çox istifadə etdiyim tuş Olivia'dan aldığım Velour dizaynın tuşu idi. Fırçası baxın belədir. Və mən də elə bu tip fırçaları bəyənərək istifadə edirəm. Çəhrayı rəngdə bir tuş seçdim. Aplikatoru da elə mən sevdiklərimdəndir. Alarkən diqqət edirəm ki, bəyənərək istifadə etdiyim aplikatorlardan olsun. Elə daha çox verimli tuş olur mənim üçün. Mənim kipriklərim çox uzun da deyil, qısa da deyil. Amma ki, bəzən olur, elə bir tuş olur ki, çox belə xırda göstərir, kipriklərimi uzatmır. Amma bu tip aplikator olan tuşlar çox gözəl olur mənim kipriklərimdə. Qızlar, istifadə etdikcə istəyirəm ki, belə videolar şəklində fikrimi bölüşüm sizinlə. Hal-hazırda kipriklərimi çəkdim və çox bəyəndim. Çox gözəl şəkildə də qıvırdı. Aplikator da belədir. Mən belə aplikator olan tuşları daha çox bəyənirəm və bəyəndim bunu da. Düşündüm ki, bütün bu Flormar sifarişimi sizlərə bölüşüm təəssüratlarımı. Maskaranda Handa Erçəl reklam eləmişdi, orada görüb almışdım. Onun kiprikləri uzundur, amma mənimkilər qısadır. Digər maskara daha çox xoşuma gəldi. Suya davamlı bir dodaq qələmi aldım. Nude rənglərdədir. Rəngi də baxın belədir. Sırf yəni dodaqlarımı çərçivələmək üçün aldım, sifariş elədim. Dodaq qələmini də hal-hazırda istifadə elədim. Nömrəsi 245-dir. Üzərində waterproof yazılsa da, yəni suya davamlı olduğu yazılsa da, hər hansısa bir suya davamlılığı hiss eləmədim. Amma belə sadə bir nude tonlarında qələmdir. Ən əsası da ki, yağlıdır. Çəkdiyimiz zaman hər hansısa bir narazıçılıq olmur. Çox vaxt dodaq qələmləri olur ki, dodağı cızır, yağlılığı olmur. Amma bu gözəldir. Yəni. Amma dediyim kimi suya davamlı deyil. Qaşları sabitləmək üçün vaksdır. Şəffaf olanı seçmişəm. Super Lock istifadə eləmişəm. Şəklini əlavə eləyərəm bura. Onu çox bəyənərək işlədirdim. Buna da bir şans vermək istədim. Flormar'dan aldığım başqa bir məhsul da budur qızlar. Qaş sabitləyicidir. Sabitləməsini heç bəyənmədim. Bilmirəm, mən bəlkə də öyrəşmişəm Maybelline Super Lock'a. O mənim üçün daha gözəl sabitləyicidir. Ona görə də bu o qədər də ürəkaçan olmadı və bəyənmədim. Sadəcə bitməsi üçün istifadə edirəm. 1-2 saat sonra qaşınıza əl vuranda yəni qaşınız yerindən tərpənir. Amma digər Maybelline Super Lock'da bu belə deyil. Necə daramısınızsa elə də qalır. Bunu bəhs elədiyim Maybelline Super Lock da budur. Necə daramsızsa elə də qalır və çox bəyənərək istifadə edirəm. Sadəcə qiyməti çox bahadır. Hardasa 30 manat civarıdır. Bunun da belə balaca olacağını təsəvvür eləmirdim. Hardasa gözümdə belə bir böyük bir bronzer canlanmışdı. Amma çox mini bir şeydir. Bir stick bronzerdir. Rəngi də belədir. Baxın, rəngi də belədir. Gözəl bir rəngi var. Yayılımı da asandır. Gözəl yayılır. Bir də Flormar'dan belə bir bronzer almışdım, stick versiyada. Bunu Raul barmaqlamamışdan əvvəl gözəl vəziyyətdə idi. Bir-iki dəfə istifadə elədim, amma mən daha çox toz bronzerları sevirəm.
Bunu belə o qədər də bəyənmədim. Bəlkə indi aranızda stik versiyada bronzerlar sevənlər varsa bəyənəcəklər. Hər hansısa bir narazıçılığım olmadı, amma yenə də yayılmağına görə mənə toz olan versiyası daha rahat gəlir. Bu versiyanı o qədər də sevmədim. Ən sonda Flormardan aldığım belə bir lip glossdur. Mən daha əvvəlcə heç vaxt belə zərli lip glossları və yaxud zərli dodaq pomadalarını heç vaxt sevməmişəm. Amma bunun parıltısına bir baxın, çox gözəldir. Hətta bununla məncə çox ikisi gözəl bir uyum olacaq, kombo olacaq. 07-dir. Rəngi də baxın belədir. Qaralmışam deyə çox rəngi belə hiss olunmaz, amma zərli bir lip glossdur. Dodağı yüngül belə yandırma hissiyatı verir, amma hər hansısa bir həcm vermə effekti məncə yoxdur. Mən ən azından bunu hiss eləmədim. Zəri çox gözəldir, parıltısı da gözəldir, bəyənərək istifadə edirəm. Amma bir Kiko kimi məncə ola bilməz. Əlbəttə ki, Kiko'nun yeri ayrıdır. Amma nə də olsa belə arada bir istifadə eləmək olar deyə düşünürəm. Daha sonra Kiko'nun yandan sonra həqiqətən görmüşəm ki, mənə çox yaraşır. Özümü çox yaraşdırmışam Kiko'dan sonra. Bəyənmişəm belə zərli, teksturalı dodaq pomadalarını, dodaq lip glosslarını. Yəni ki, artıq şans verməyə başlamışam və çox da bəyənərək istifadə edirəm. Flormardan aldıqlarım belə idi qızlar. İndi keçək digərlərinə. Bunu təxmin edirsiniz artıq nədir? Tərifləyə bitirə bilmədiyim həmin o günəş kremidir. Dəfələrlə videolarımda göstərmişəm. Stoklamaq üçün yenidən sifariş elədim. Hal-hazırda istifadədə varımdır. Bir ədəd belə bir kremi. Günəş kremidir və çox gözəl qoruyur. Bunu da aldım ki, zapasda olsun. Bunu isə stik formasındadır və makyajın üzərindən istifadə olunur. SPF-i bilirsiniz ki, 2-3 saatdan bir yeniləmək lazımdır. Ona görə belə bir şey aldım. Necə açılır? Kimsə sprey istifadə edir, məsələn, SPF-i yeniləmək üçün. Amma mən elə qarşıma bu çıxmışkən buna bir şans verim dedim. Bu qədər əziyyət çəkənə kimi bir dəfə fırlatsaymışam, bəs eləyirmiş. Belə bir gel formasındadır. Və hər hansısa bir yağlılıq hissi buraxmır, baxın. Yəni, adi bir krem kimi üzə sürtülür və hopur. İndi əlimdə yoxladım. Yəqin ki, üzümdə də eyni nəticəni alaram. Bu da 50 SPF-dir. Bu da 50 SPF-dir. Dediyim kimi, hal-hazırda istifadədə varımdır. Zapas üçün almışam. Bunu da yeniləmək üçün istifadə edəcəm, işlədəcəm. Günəş kremlərindən söz düşmüşkən, tətilə çıxarkən, məncə bunu almasaydım olmazdı. Belə bir hədiyyə qoyublar. Ayda, mən bunları belə balaca gözləmirdim. Mən elə bilirdim ki, bu hardasa belə bu boyutlarda bir şeydir. Səndəmə çox balacaymış. Yəni, aldığım məhsullardan danışım. Daha sonra gördüm bir-iki dənə hədiyyə qoyublar. Onları sonra göstərərəm. Deməli, burada nə var? Feda Taşpınarın bu məşhur bombası. Sırf bu qaralmaq üçün nəzərdə tutulub. Dərini geçən qaraldır. Bronzing bomb adı belə gedir. Yəni, qaralma bombası gedir. Bunu aldım. Daha sonra belə ikili dəstlər satılırdı. Həm də bu məhsullarda 2 al 1 ödə kampaniyası var idi. Ona görə belə 20 SPF vurmuşkən, bir dənə də yanında 15 SPF vurdum. ChatGPT ilə danışdım. Dedi ki, birinci kremi istifadə elə, daha sonra yağı istifadə edərsən qaralmaq üçün və digər günlərdə də bombadan istifadə edərsən ki, dərin daha gözəl qaralsın. İlk olaraq bombadan da istifadə eləmə. İndi mən də işlətdikcə sizlərə bildirərəm bəyənib bəyənmədiyimi. Amma belə dediyim kimi, bunların belə balaca gözləmirdim. Düzdür, qiymətləri də çox baha deyildi, yəni ucuz idi. Amma ki, dediyim kimi, yəni belə balaca gələcəyini təsəvvür eləmirdim. Bağlamanın içərisində də 2 dənə hədiyyə qoyublar. Mənim bronzer sevdamı, deyəsən bunlar da bilirlər. Belə bir bronzer qoyublar. Shady adlı bronzerdir. Hədiyyə qoyan mağazalar olanda oradan həqiqətən yenə məhsul almaq istəyirəm. Belə bir stick bronzer. Bilmirəm, rəngi necə görsənir sizə. Belədir. Bir də belə bir şey hədiyyə eləyiblər. Bu nədir? Parfum yazılır. Belə bir parfumudur. Tester olaraq göndəriblər. Gözəl bir qoxusu var. Axtarıb sizlər üçün notlarını qeyd eləyərəm, amma belə gözəl bir qoxusu var. Bəyəndim. Fresh bir qoxusu var. Baxmayın. Və qızlar, Feda Taşpınardan da aldıqlarım bu qədər idi. Keçək indi hələ ki bugünün son bağlamasına.
Dediyim kimi digərləri də gəldikcə sizinlə paylaşacağım. Tartının rəsmi səhifəsindən elədim bu sifarişi. Kupon falan da veriblər. Tartın konsilerini artıq bilməyənləriniz yoxdur. Mən ChatGPT ilə danışıb öz dəri tonuma uyğun olanı 22N olanı seçdim. Açaq baxaq görək bir necə bir şeydir. Mən də ilk dəfə istifadə edəcəm. Əslində bunu Sephora'dan da ala bilərdim. Burada elə cızıq izim var. Gəlin bura sürtək. Görək necə qapadacaq. Qapadıcılığı necədir. Əslində bunu Sephora'dan da ala bilərdim, amma artıq Tartdan sifariş vurmuşdum deyə Sephora'dan bunu almadım. Başqa məhsulları aldım. Qapadıcılıqdan normaldır. Məncə Maybelline bundan yaxşıdır. Və belə bir tuş. Yanında belə bir tuş sifariş elədim. Mavi rəngli tuşları almışam qızlar. Çox ki, yəni bu videoda görəcəksizlər. Bu videonun sonlarında görəcəksiniz. Şeyindən almışam. Şiglamın mavi tuşunu almışam. Şeyindən sifariş eləmişəm. Onlar da gəlsin. Bu tuşu da açdım uje. Və aplikatoru da belədir. Biraz belə əyilir. Aplikatoru da baxın biraz belə əyilir. Biraz əyridir və dediyim kimi mənim belə fırçalardan xoşuma gəldiyinə görə belə yaxşı oldu bunun almağım. Hər birini yoxlayacağım. 3 ayrı makyaj eləməliyəm ki, hər birini ayrı-ayrılıqda yoxlayım. Bəyənib bəyənmədiklərimi də sizinlə bölüşərəm. Və belə, bu da Tartdan aldıqlarım. Digərlərini də birazdan görəcəksiniz. Sizin üçün birazdan olacaq, amma mən haradasa 2-3 həftə gözləyib sonra paylaşacağım sizinlə. Amma siz birazdan baxacaqsınız digərlərinə. Və hələ də bura kimi izləmişsinizsə, kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Şərh bölməsində düşüncələrinizi yazın. Bayaq bu otağa girdim, bir anlıq belə şok oldum. Bilinir ki, Raul evdədir. Dağıtsın, töksün, yığmaqla heç arası yoxdur. Deməli, qızlar, səhərdən heç nə çəkməmişəm demək olar ki, uşaqları həyətə düşürmüşdüm. Sonra gəldim, uşaqları üçün izdirdim, elədim. İndi isə deyirəm, bir dənə bu çamadanı da boşaldım, ürəyim rahatlaşsın. Uşaqların paltarlarını da yerləşdirmişəm bugün şkafa. Biraz makyaj elədim, BB krem, bu da bitir artıq. Bunu istifadə elədim, bir də bu tuşu istifadə elədim. Yəni, yüngül bir makyaj. Belə, indi mən buraları yerləşdirim, birlikdə yerləşdiririk. Və bunu da deyim ki, qızlar, əgər bura kimi izləmişsinizsə və kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olun və videonu da bəyənin. İndi isə başladıq. Maşallah olsun, çantanın içindən də hər şey çıxırdı. Necə tələsə yığmışdımsa sumkanı, elə hər şey onun içində idi. Özüm də dağınıq insanam. Arada tələsəndə hələ vəbşə dağıdıram hər yeri. Nəyi hara gəldi qoyuram. Bir dənə mən tələsməyim. Rahat-rahat işimi görüm. Hə, onda hər şeyim səliqəli olur. Amma əgər tələsdimsə, vay o gördüyüm işin halına. Yəni mənim tələsdiyim işdən heç vaxt belə gözəl bir nəticə alınmayıb. Sizlər necəsiz? Tələsən insansınız, yoxsa belə rahatsınız? Mən belə özüm əslində çox tələsmərəm, amma məni yoldaşım tələsdirir. Mən də panikaya düşürəm. Əlim ayağıma dolaşır. Ona görə nəyi necə gəldi, hara gəldi qoyuram. Sonra da o dağınıqlığı yığanda da deyinirəm ki, bura çox dağılıb, bura ay uşaqlar dağıdıb, ay kimsə dağıdıb. Axır yəni günahlandırmağa həmişə adam tapıram da. Özümdən başqa hamını günahlandırıram. Bu qutuları atmağa qıymıram da qızlar. Hələ var yenə bir-iki dənə qutu. Belə zibil yığmağı xoşlayıram da. Nə var, bahalı markaların qutularıdır, orijinal məhsulların qutularıdır. Ona görə hər birini, o aşağıda bir dənə sirmən var, orada saxlayıram. Bilmirəm indi nə vaxta kimi gedəcək mənim bu takıntım, döklər demişkən. Amma ki, sevirəm. Bu bronzerin qutusudur. Hislaranın bronzerini bu Bakıdan almışdım, amma digərlərini İspanya saytlarından sifariş eləmişəm. Bu Dior'undur, bu Kikon'undur. Ay Allah, bu da əziydi, amma yenə də saxlamışam. Hələ bəzilərini yuxarı qoymuşam. Orada Pandora'nın qutusudur, mini ətərlərimin qutularıdır. Yəni xoşlayıram da belə gec-gec şeyləri saxlamağı. İstaladım. Tavanisinin qutusu, Şiglamın. Əslində gələk atmaya bunlar, amma yenə də nə bilim, bir səbəbi olmadan saxlayıram. Gəlin elə buranı da səliqəyə salarkən biraz söhbət eləyək. Hərdən yorumlar gəlir ki, eviniz səliqəlidir maşallah, amma həyət səliqəsizdir. Yaxşı görünmür, niyə əl gəzdirmirsiniz? Bilmirəm, xanım sualı sırf mənə ünvanlayır. Yəni mən niyə əl gəzdirmirəm, onu demək istəyir, yoxsa belə ümumiyyətlə əl gəzdirmirik, onu nəzərdə tutur. Amma öz adımdan danışım ki, mən həyəti səliqə salmaqda bəli biraz tənbələm. Çünki mənə görə xanımın işi evin içini səliqəyə salmaqdır. Yəni həyət baca mənə görə mənim düşüncə tərzimdə kişinin işidir. İndi həyətdə də bəzi yerlər təmir olunmalıdır falan. Onlar da yəni sırf yoldaşımın görəcəyi iş deyil. Bunları da qızlar orada saxlamışdım ki, gətirib bitənlər qutusunun içinə qoyun və bir gündə bitənlər videosu çəkərəm. Təbii ki, dolandan sonra, amma hələ ki bu 3 məhsulu bitirmişəm. İndi onları qoyacağım qutuya.
Gərək əlavə usta çağırıb orada nə isə təmizlətdirsin, səliqəyə salsın. Yəni bu cür işlər qalıb həyətimizdə. Amma dediyim kimi mənim düşüncəmdə, yəni ən azından mən sevmirəm deyə bəlkə belə düşünürəm. Bəlkə sevsəydim həyat baca ilə məşğul olmağı, onu da təmizləyərdim, bu cür düşünməzdim. Amma yenə də dediyim kimi sevmirəm. Həm də mənim fikrimcə bu xanımın işi deyil. Bizdə də maşallah olsun yoldaşım, yəni səhər çıxır, axşam gəlir. Ona görə də heç cür o həyəti hələ ki səliqəyə sala bilmirik. Amma düşüncəmizdə var, biraz səliqəyə saldırmaq inşallah qismət olar. Hər bir şey öz yerini tapar. Və siz necə qızlar necə düşünürsüz? Xanım tək evindən cavabdehdir, yoxsa həm həyat bacanı da səliqəyə salmalıdır? Məsəl üçün otlar falan çıxır, mən onları götürmürəm, təmizləmirəm heç vaxt. Çünki dediyim kimi, yəni bəlkə də sevmirəm, ondan irəli gəlir. Sevsəydim, hə, bəlkə eləyərdim. Amma məncə mən sevmirəm, ona görə eləmirəm. Aranızda bu cür həyat baca işlərini sevənlər var ya yox? Yorumlarda yazsın. Mən amma ev insanıyam da. Evin içərisini səliqəyə salım, oturum belə qəşəng təmiz səliqəli evdə. Çünki hər ikisini də çatdırmaq mənə elə gəlir çox çətindir. Əgər həyətə düşsəm, həyəti səliqəyə salsam, evin işi qalacaq. Evin işini görsəm, həyətin işi qalacaq. Ona görə hər ikisini eyni anda eləmək məncə çətin olar. Elə əsas da mənim üçün evimin içidir. Onu təmizləyirəm, səliqəyə salıram. İstədim bu sualı da cavablayım. Çünki elə ağlımda qalmışdı xanımın sualı. Bu düzənləyiciləri də Temudan almışdım. Mini parfümlərim üçün istifadə eləyirdim bir ara. Sonra onları yığdım başqa düzənləyiciyə. İndi hamam üçün aksesuarlar almışam Temudan. 3 dənə belə rəfdir, divara asılan. Onlar gəlsin. Bəzi məhsullar var ki, burada onlara aparıb hamama qoyacağam. Buranı biraz rahatlayacağam. Daha sonra istəyirəm o bijuteriya seyirmələrini təzədən yerləşdirim öz düzənləyicinə. Çünki 5 mərtəbəli bir düzənləyici idi. Mən onu belə ayırmışam, qoymuşam şkafın içərisinə. Onu istəyirəm təzədən qoyum öz düzənləyicisinə. Bəzən də güzgün üzəri çox da olur deyə yoruluram, gözüm yorulur. Amma belə də ayrı-ayrı qalmağı artıq məni narahat eləyir. Onları bura yerləşdirdim. Bronzer, ənlik qarışımı, tamamilərim orada. Sabitləyici pudralar burada. Zapasda olan məhsullar oradadır. Dodaq lip glossları burada. Qaş, göz üçün liner, göz qələmi bunlar burada qoydum. Burada tuşları yığdım. Hamısını yaxşı ki yerləşdi. Bu hissədə bir dənə qaş sabitləyicilər ikisini qoymuşam. Fırçalarımı falan bura yığdım. Burada da qaş sabitləyicinin fırçalarıdır. Digər bankada olan qaş sabitləyicinin fırçasıdır. Burada da elə istifadədə olan məhsullardır. Hər hansı vaxt lazım olarsa elə buradan götürüb istifadə eləməyə. Burada nəmləndiricilərdir. Bir də bu klokda gecə nəmləndiricilər, baxım kremləridir. Onları istəyirəm aparım hamama yerləşdirim. Çünki orada xoşuma gəldi əslində. Elə misilləri də aparıb qoyacağım. Orada elə misillərlə üzümü silirdim rahat. Kremlərimi çəkirdim. Bir də burada gəlib nə bilim baxımlarımı etmirdim. Elə rahat idim hamamda eləməyə. Elə bil orada öyrəşdim. İndi istəyirəm aparım, yoxlayım, görüm orada necə olacaq. Orada da öyrəşə bilsəm, indi bizim hamamda elə saxlayaram kremlərimi falan orada. Yəni ki belə. Burada oldu səliqəli. Aparım çöklərimi də vurum, ədəvələrimi. Belə atlası qablarım da var. Və burayla artıq işim bitdi. Raulçik də bu jurnalləri gətirir bura. Aparım yerinə qoyum. Qapılarını da niyə bağladım? Çünki istəyirəm qabyanı qoşmuşdum. Qabyanı. Bura niyə belə qaranlıqdır? İstəyirəm qabyanı qoşmuşdum. Onu boşaldım. Yuyulub qutarıb artıq. Bir də son vaxtlar deyəndə evə gələndən görürəm ki, hər yerdən qarışqa çıxır. Əslində evdə nə zibili qoymuşdum, nə hər hansısa bir ərzaq qoymuşdum bayırda. Amma elə hey gəzirlər qarışqalar. Bütün günü gəzirlər, axtarırlar nəsə. İndi mən qabyanı boşaldım, təmizləyim. Daha sonra görək nə edirik. Hətta videoda montaj eləməliyəm ki, sabaha video paylaşım. Çünki istəyirəm tez-tez videoları paylaşım. Görək, əgər alınsa, videonu montaj edib, sabah qoyacağım yüklənməyə. Bu Raul hər dəfə, baxın, buranı dağıdır da qızlar. Burada əslində onun yeyə biləcəyi bir şey də yoxdur. Qablarını da boşalıb, istirahətə gedərkən bütün qabları boşaltmışdım. Çox alış-veriş eləməmişdik ki, qalb xərab olmasın. İndi yoldaşım gələndə almalıdır, bazarlıq eləməlidir. Neysə, yəni sözüm ondadır ki, Raulun burada yeyə biləcəyi hər hansısa bir şey yoxdur. Maksimum bu kişmişlər var idi, onları ucu yeyib qutarıb. Amma yenə də hər dəfə açır buranı, qurtdalayır, dağıdır, tökür. Bütün qabların qapağını açır. Ay, yorur məni.
İşıqlara da qorxumdan yandırmamışam. Və bura qaranlıq çıxır. Belə. Burada olan 3 dənə qabım qalıb digər evdə. Onu gedəndə gələn dəfə götürəcəm. Həm yadımdan çıxdı, həm də dedim o qalsın. Birdən qayıdıb eləyərik. İçərisində çay, pesok, un, yəni belə şeylər idi. Dedim, yəni ehtiyac olar, birdən lazım olar. O qalsın, həm də yerim də yox idi. Ona görə də necə gəldi, nəyin hara gəldi, yığmışdım deyə. O qabları heç götürə bilmədim. Bir də arferim falan qalıb. O da ki, yox, indi lazım olur da tez-tez. Yəni ki, belə, buranın qapısını da bağlaya bilmirəm. Qulpumu sındırıb. Baxın, burada qulpunu sındırıb. Əvvəl heç olmasa çay dəsmalından bağlayırdım. Qapını da bir təhər eləyib. Bir dənə tez inşallah böyüsəydi, Raul, ağlı kəssəydi. Onlar olmazı bilsəydi. İnşallah tezliklə. Mən də ucu tam mətbəxi, dolablarını falan dəyişərdik. Həm də biraz evi sərqəyə salardıq. İndi qabları yerləşdirim. Uyda qaynardı bu da. Neyse, qoy biraz soyusun. Çünki yeni bitib yuyulmağı və içərisindən qaynar tüstü çıxdı. Qablar indi havasında qurusun. Daha sonra yığaram, ev yox. Yeni bir güne salam kızlar. Bugün işin isti var. Demək olar ki, hər bax tərəfət. Yoldaşımla elə Raulda gedir laqapedəm. Arada oyanıb, Ajdaya yemək falan versəm də biraz yatdım səhərdən. İndi isə durdum, çay falan qoydum. Birazdan yoldaşımla Raul gələcək laqapeddən. Gəlsinlər, hazırlaşıb getirik digər evə. Bugün hava geçəyndir, deyirəm biraz havuzda vaxt keçirək. Hava güneşlidir, yenə külək də var, amma geçən istidir. Yəni əsas isti havadır. Küləkli də olsa istidir. Məncə bugün getməyə dəyər. İndi biz tez hazırlaşaq, birazdan da gələrlər. Açdım. Qaralmağıma baxmayaraq, artıq qaralmaq istəmirəm, amma yəni bunu götürürəm hər ehtimala qarşı. Bir də bu SPF-i işlədəcəm. Bu da yağdır. Elə bir dəfəlik istifadə edib bitirək. Bir də SPF üzüm üçün bunu daha sonra yeniləmək üçün götürürəm. Bunu da indi çəkəcəm üzümə, nəmləndiricimlə bir yerdə. Sonra da atacağım kosmetiçkama. Bir-iki dənə də ərzaq götürdük. Hazırlaşırıq indi. Gedək görək bugünümüz necə keçir. Ərzaqlardan da qızlar bir-iki dənə konfet götürdüm. Orada çay falan içməyə, biraz kalbasa, sesika. Bu tripodu da Raul dünən xərab edib. Burada bu balaca qabda uşaqlara sos götürmüşəm, əsasən də Raul üçün. Pendir götürmüşəm, orada qarpızımız var idi. Bir də belə ciyər götürmüşəm ki, orada bişərik. İndi Raul'un pampersini falan da qoyacağım. Belə bir qutumuz hazırda, amma böyük bir boş bir qutu götürəcəm. Çünki orada olan qablarım var, onları istəyirəm gətirim, yerləşdirməyə də belə böyük bir boş qutu götürəcəm ki, o qabları yerləşdirim. Hazırsan Ajda? Bu da Ajda. Makyaj çantamı da qoyuram sumkama. Raul'un pampersi, açki, bir də belə bir sajım götürdüm. Başqa da heç nə. Biraz gözümə bu konsileri sürttüm, L'Oreal'ınkini. Bir də suya davamlı bu Şiqlamın tuşunu çəkdim gözümə ki, kirpiklərim biraz uzun görsənsin. Bunun 2 aplikatoru var qızlar. Bir aplikator belədir. Digəri də baxın belədir. İndi bunu ətraflı digər yəni kargoları açdığım videolarda göstərəcəm. Hər birini mavi rəngində almışam. Və həqiqətən də suya davamlıdırlar. Hovuzda da üzərkən heç bir axma, bulaşma falan olmur. Ona görə də bəyənərək istifadə edirəm. Bir dənə pis yanı var ki, çətin çıxır gözdən. Gidrofil yağla belə çətinliklə çıxardıram. İndi balım almışam, təmizləmə balımı. Onlar gəlsin, onlarla yəqin ki, asan çıxar. Sonra kafe edirəm. Heç səhər yeməyi yeməmişəm. Ona görə dedim ki, elə bir sonra kafe edeyim. Bu mikseri də Tem'dən almışdım qızlar. Çox gözəldir. Belə bir stendi var. Orada stenda qoyursunuz, zaryadkaya taxırsınız. Bir qəşəng, gözəl bir şəkildə zaryadka yığır. Yəni ortalıqda qalmır da. Stendi taxırsınız, zaryadkaya yığmağa başlayır.
Temudan geçen şeyler almışam dırnağa aid. Gəlsin hamısını paylaşacağım sizinlə. İndi kofem də hazırdır. Baxın belə qəşəng köpüklənib. İndi bunu tökəcəm Ajdanın termosuna. Çünki öz termosumda su götürürüm. Oranın suyu duzlu sudur. Onu içə bilmirəm. Ona görə evdən su götürəcəm. Əsl elə soyuq kofe. Enerjim yerinə gəldi qızlar. Hazırlayın sizlər üçün. Reseptini dəfələrlə paylaşmışam. Çox dadlı olur. Qızlar bilirsiniz nə yadıma düşdü? Bu böyük qutunun içərisində balacanı qoyandım. Mr. Bean o çamadanın içinə çamadan qoyur deyə o yadıma düşdü. Əslində yəni ikisi lazımlı olacaq da qaydanda. Ona görə ikisini də götürürəm. Amma belə çiçək qoyanda o yadıma düşdü. Termosumu götürdüm. Biz hazırıq. Ajdan dişlərinin düşməyini görmüşdünüz. Göstərmişdim sizə bilmirəm. Amma 2 dənə dişi düşüb, bucu çoxdan düşüb. O birisini unutmuşam, o birisi də evdədir. Hə, birini olub, biri də ki elə evdə qalıb. Gəl zibilə topla. Yox amma. Gəl onun nənəyə biri aparsın, psiklərə verirsiniz. Pişirlər neyin sənin dişi ver? Pişirlər sənin dişi yiyir az. İşıqlar söndü. Vay vay. Yaxşı ki gedirik ya qızlar. Bu istidə kondisioner də olmadan evdə ürəyimiz sıxılardı. İşıqlar söndü, hər yerdə söndü işıqlar. O testidir mənim. Yaxşı. Birazcık yemeği yedizdirim, sonra yatıştıracağım. Birinci yemeğini yesin, evden soğuz getirmiştim. Aç ağzını, aferin. Soğan, xiyar, pomidor, salat. Kızlar, deməli yeni moxito çıxıb, Sprite yeni belə moxito dadlı bir sok buraxıb, çox dadlıdır. Əgər moxito sevirsinizsə, mütləq bəyənəcəksiniz. Bizdə də bayaq almışdıq, uca yoxdur. Bitmək üzrədir. Əlimdə telefon var axı. Dadı superdir. Mənim üstümə su tökür. Telefon xərab olsa sən alacaqsan da, yəni təzəsini. Telefon xərab olsa sən alacaqsan təzəsini də, yəni. Bu çıxardılar. Yaxşı. Gəldik bura qızlar. Burada da işıqlar söndü. Elə oturmuşdum. Aysel xanımın, Aysel Şah videosuna baxırdım, vloguna. Alfreda da Nargislə kartofli qoymuşdum, amma bişib. Yaxşı ki bişib. Açmışam. Biraz suya girdim, çıxdım, acıdım. Vloga baxırdım, Aysel xanımın videosuna. İşıqlar söndü. Amma yaxşı ki megabaytım var. İndi gedim, biraz atışdırım. Başdan sesi götürüb aydım. Buna töküm boş qaba, aparım həyətə. Həm oturum vloga baxım. Neçə vaxtda inansız vloglara baxa bilmirəm. Keçən dəfə də bir izləyici yazmışdı ki, Aysel xanım sizdən danışıb. Mən də neçə vaxtda heç nəyə baxa bilmirəm. Elə qonaq gəlir, gedir, ya özümüz elə istirahət edirik. Yəni telefona, televizora çox vaxt ayıra bilmirəm. Amma evdə olanda baxıram. Bir-birimizi izləyirik, yorum da yazırıq. Yəni ki, belə qızlar. Onda bəyənərək, sevərək izləyirəm. Maşallah 50K olub, sağ əl mənim başıma.
Mən də 19K oldum o günləri görürəm ki, hə, abunə olanlar var. Əgər hələ də abunə deyilsə, mütləq şəkildə abunə olun. Hə, işıqlar da gəldi. Все. İndi gedək oturaq qəşəng yeməyimizi yeyək. Yeməyimiz də dedim, yəni naqis kartofel. Hələ yeməyimizi hazırlamamışıq. Qoruyucu SPF çəkdim ki, yanmayım qızlar. Sonra dərim çox pis yanır, həm də qaşınır. Ona görə 20 SPF bunu çəkdim. Marasilkadadır. Hə. Tamam. Qoy. O yaşlı. Son vaxtlar ən çox bəyəndiyim simiçka baxın budur. Elə həmişə bunu alırıq. Dadanmışıq buna. Günə bəlkə bir 4-5 paçka qutarırıq elə adam başına. Çox dadlı bir simiçkadır. Qızlar, arada yorum yazırsınız ki, evin kirayəsi ilə bağlı nömrə falan istəyirsiniz. Amma onu qeyd edeyim ki, günlük olaraq kirayə verilmir və artıq avqust ayını da kirayə veriblər. Ona görə də heç cür sizə köməklik eləyə bilməyəcəm. Həm də bu tip evləri gərək 2-3 ay əvvəlcədən danışıb kirayələyəsən, yoxsa yerlər qalmır. Günlük olanlarda da belə tək-tük yerlər olur. Evə gəldik qızlar. Ajdanın onlayn dərsi var idi deyə elə oturdum dərsini falan elədi, müəlliməsindən danışdı. Sonra da biraz yemək falan yedizdirdim uşaqlara. Çox yorğunam. İstəyirəm bir dənə maska eləyim. Uzanım, biraz dincəliyim. Çünki həqiqətən yorğunam. Belə bir maska eləyək. Üzümü də yuyarkən gidrafil yağla gözümü yudum. Biraz ağrıtdı. Çünki tuş çıxmırdı. Hətta biraz cüzdə qalıb gələn silər sonra silim. Bu gidrafil yağ bilmirəm, yaxşı deyil, ya nədir, ya bu tuş çox belə çıxmayan bir tuşdur. Həqiqətən yəni çıxmır da gözdən. Çox incidir məni çıxardana kimi də əziyyət çəkirəm. Biraz misillərlə silim, bəlkə çıxar. Çünki en azından yumuşaldıb da ucu. Saat da ucu gecdir. Birazdan gəl baxın, ləkəsi hələ də qalır. Birazdan uşaqları yatızdıracağım. Sabaha da planlaşdırıram ki, evi səlqəyə salım. Keçən fizdən soruşmuşdum ki, kosmetikaları ayrı bir vlog eləyim, yoxsa vlogun içərisində. Demişdiniz ki, elə vlogda elə. Sizin sözünüzə qulaq asmadığıma görə biraz peşmanam qızlar. Hər birini vaxtında paylaşsaydım, məncə daha maraqlı olardı. Ray mənə maraqla baxır ki, görəsən mama nə edir. Mama üzünə maska vurur. Mama üzünə maska vurur ki, üzü nəmlənsin, qəşəng olsun. Hə. Mama onsuz da qəşəngdir, hə Ray? Mama indi üzünə maska vursun ki, mamanın üzü gözəl olsun. Qidalansın mamanın üzü. Hadi. İçərisində də belə qalan maye olur. Onu da əllərimə sürtəcəm. Əvvəl biraz simic deyirdim. İndi belə də deyəndə deyəcəklər ki, əvvəl belə deyirdi, sonra elə. Əvvəl biraz simic deyirdim. Maskanı 2 dəfə istifadə edirdim. Amma daha sonra ağıllanmışam artıq. Artıq bir dəfə istifadə edirəm. Üzümdə quruyana qədər saxlayıram. Onun içərisində də mayeni əllərimə çəkirəm. Mənim keçən səfər televizorda baxıram, digər evdə olanda, bağda olanda televizorda baxıram, həqiqətən də mənim ekrandan əllərim kobud görsənir. Ya indi qaralmışam deyə belə görsənir. Yəni gözümə kobud görsənir, ya çəkilişdəndir, ya da hal-hazırda qaralmışam deyə əllərim kobud görsənir, amma əslində elə deyil. Hər kəsə öz əli xoş görsənir, amma yəni mənim əlim həqiqətən də belə ekrandan göründüyü qədər kobud deyil də. Onu izah eləməyə çalışım.
Ne oldu? Əzdin ayağı. Belə qızlar, indi bunu aparım tolayım. Maska da quruyandan sonra maskanı tolayaram. Uşaqları yatızdırdım qızlar. İndi gəldim. Şu kremlərimi çəkməyə. Axşam kremlərimi. Həm də gəlin biraz söhbət eləyək. Məndən keçən dəfə soruşmuşdunuz ki, elə tez-tez də soruşursunuz hədiyyələri, son hədiyyələri kimə göndərdiyimlə bağlı. Adlarını açıqlamaq məncə düzgün olmaz. Elə profil adlarını paylaşaram sizinlə. Biri Zöhrə adında bir izləyicim idi. Ona daha sonradan hədiyyə göndərdim. Amma biri sırf Temunu yükləyən bir izləyicim idi. Hətta izləyicim olduğunu belə məncə deməzdim. Çünki sırf Temunu yükləmişdi. Mən ona hədiyyə göndərmişdim. Yəni məni başqa vaxt izləyirmi, izləmirmi onu bilmirəm. Əgər izləyirsə yorumlarda yazsın, mənə də xoş olar. Amma o da necə olmuşdu? Gördüm ki, məndə Temuda sistemə ad düşüb. Amma mənə yazan yoxdur ki, mən Temunu yükləmişəm, bəs mənim hədiyyəmi verin. Mən də artıq gözlədim bir müddət. Sonra yazdım post bölməsində və xanım qeyd elədi ki, deyəsən mənə Temunu yükləmişdim sizin linkünüzdən və sifariş yerləşdirmişdim. Mən dedim, əgər elədirsə, onda screenshot atın mənə. Mən əmin olum ki, sizsiz. Və sonra xanım meylə screenshot atdı. Gördüm ki, həmin bu xanım da mənim linkimdən keçib. Adları da uyğun gəlirdi. Nəysə, elə həmin bu xanım olduğunu bildim və bu yaxınlarda hədiyyəsini göndərdim. Yəqin ki, artıq bu vlogu mən paylaşanda artıq hər biri öz hədiyyələrinə qovuşardı. Düzdür, mən poçtdan göndərirəm. Amma hər ikisi də mənim necə deyərlər, ərazilərə yaxın idi də. Əslində belə əlbələ də verə bilərdi, amma mən poçtdan göndərirəm ki, hər kəsə rahat olsun gedib götürmək. Kim necə istəyir, indi elə götürsün də. Məsəl üçün mən yəni gərək bir də kiməsə deyim ya yoldaşıma ki, bunu aparın da vaxtı yoxdur. Elə ən yaxşısı, ən rahatı mənim üçün, həm də izləyicilər üçün poçt vasitəsilə göndərmək idi. Onu eləyirdim həmişə. İndi bundan sonra nə vaxtsa yenə hədiyyə hazırlayaram mı bilmirəm. Əslində əlimdə məhsullarım var. Sadəcə 1-2 dənə məhsul çatmır ki, həmişə qoyduğum məhsullardan yəni yoxdur da. Amma yəni var bir dənə maskada tutağım və gözaltı paçıdır. Yəni bu 2 dənə məhsulu, 3 dənə məhsulu kiməsə vermək hədiyyə adı ilə məncə düzgün deyil. Yəni normal doldurmaq lazımdır. Klok həmişə necə doldurmuşamsa elə. Ona görə də hələ hədiyyə hazırlamıram. Amma inşallah yaxınlarda düşünürəm. Düzdür, Temudan qazancım yoxdur, nə yalan deyim. İndiyə kimi Temudan var idi, oradan alırdım, sizlərlə də bölüşürdüm. Amma artıq Temudan qazanc yoxdur. Düşünürəm ki, bir müəyyən bir bütçə ayırıb nəysə eləyə bilərəm, amma hələ yox. İnşallah 20.000 olarıq, onda bəlkə istəyərəm nəysə hədiyyələr bölüşüm sizlərlə. Yəni ki, belə izləyiciləri seçmişəm, hətta göndərmişəm hədiyyələrini. Yəqin ki, bir iki günə artıq onlara zəng gələr ki, poçta hədiyyəviz var, poçta sizin adınıza bağlama var. Gəlin, məhsulunuzu götürün, hər birisi də can sağlığı ilə istifadə edərsiniz. Əslində birinci hədiyyəni hazırlayarkən Temu ilə bağlı hədiyyəni onu hazırlayarkən düşünürdüm ki, mənə yararlı olacaq. O Temunun necə deyərlər, faydalı olacaq ki, mənə Temunu yükləyən bir izləyicim olsa, Temu dayanmaz gəliri, elə düşünürdüm. Amma sonra gördüm ki, yox. Yəni mənim linkimlə yükləməyinə baxmayaraq, yenə də mənim hesabımı bağladılar. Bağladılar deyəndə, necə deyərlər, səviyyəni azaltdılar. Əvvəl məsəl üçün mən faizlə 10% qazanırdımsa, indi heç 1% də qazanmıram. Yəni ki, belə. Belə qızlar, bunu da dedim sizlərlə bölüşüm, çünki soruşursunuz. Yəqin ki, onlar da inanıram ki, şəkil paylaşarlar digər izləyicilər kimi. Bir-iki dənə izləyicim var, indiyana kimi hədiyyə göndərmişəm. Onlar şəkil paylaşmayıb. Hamısı da yadımdadır. Amma eybi yox, paylaşanlar da olur. Topluluğumda paylaşırlar çoxsu. İndi onlar da şəkil paylaşanda sizinlə bölüşərəm. Məndən şəkillərini bölüşərlər, hədiyyələrin. Adlarını da yazaram. Profil adlarını yazaram burada. Screenshot eləyib göstərərəm ki, yəni kimə getdi hədiyyə. İstəyərəm hər birinizə verim hədiyyəni. Amma inanın əlimdə olmur. Yəni əlimdə olmayan bir səbəb də bu mənim. Dediyim kimi əvvəl Temudan gəlirdi, sizlərdə də bölüşürdüm. İndi gəlmir deyəm, heç nə edə bilmirəm.
Amma inşallah düşünürəm bir ara nəysə eləyim. İnşallah yaxşı olar. Tək can sağlığı olsun, salamatçılıq olsun. İnşallah bir gün gözəl bir boks hazırlayaram və elə bir hədiyyələşmə eləyərik. Belə qızlar, kremlərimi çəkdim. Bilmirəm bu vlog neçə dəqiq alındı, amma istəyirəm artıq burada da vlogumu sonlandırım. İzlədiyiniz üçün təşəkkür edirəm. Artıq neçənci dəfədir buradan sizinlə sağollaşıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.